eləsin. Biz bu qarla onun cavan vaxtında, tələbə ikən, oxuyan vaxtlarında bir yerdə həmişə söhbət edərdik, danışardıq, gələcək planları haqqında danışırdı. Gənc olmağına baxmayaraq gələcək arzular qururdu, amma heyif ki, qismət olmadı. Amma ona baxmayaraq, o döyüş yoldaşları ilə birlikdə, Azərbaycan xalqının digər gəncləri ilə, digər döyüşçülərimizlə birlikdə öz arzularını çatan məsələlərdə, amma Azərbaycan kimi bütün bir respublikanı bizə qismət elədilər, torpaqlarımızı azad elədilər. Bütün şəhidlərimizi Allah rəhmət eləsin, qalanlara can sağlıq arz edirəm. Yəni, Vüqar haqqında döyüş yoldaşları iri gözəl sözlər dedilər ki, onun haqqında çox danışmaq olar, çox gözəl sözlər demək olar. Allah rəhmət eləsin Vüqara. Onun qardaşları demək olar ki, onu əvəz ediblər. Atası Eldar Allah rəhmət eləsin. Mən mamam oğludur, biz mama oğlu deyirik, bibim oğludur. Amma Allah rəhmət eləsin. Allah bütün xalqımızı səbir versin, qohumlarımızı səbir versin. Neynəmək olar, qismət biliymiş. Yəni, bayaq dediyim kimi, onların öz arzularını çata bilmədilər. Qismət deməli deyilmiş, amma qismət oymuş ki, bütün torpağımızı bütövlüyün bizə bəxş elədilər. Allah rəhmət eləsin hamısına. Vüqara Allah rəhmət eləsin. Əlilliyi biz burada qeyd edirik. Mübarək olsun cənnətdəki əlilliyi. Sağ olun, var olun.